Bu videoda çox maraqlı bir blok sualının izahını verəcəm. Sualda deyilir ki, AB natural ədədlər üçün əbəb AB 3 olarsa, A plus B cəmini tapın. Deməli, biz burada A-ya 3x, B-yə 3y yaza bilərik. Çünki natural ədədlərdə biz belə bir qayda keçmişik. Və gətirib yerinə qoyarıq bizə verilən ifadədə A ilə B-nin qiymətlərini. İfadədə verilən qiymətləri yerinə qoyarıq və bu ifadəni biz sadələşdirərik. Bu ifadəni sadələşdirəndən sonra belə bir tənliyi alırıq və burada tənasibi həll etdikdən sonra gəlirik bu şəkildə bir tənlik alırıq. Bunu da həll etmək üçün bunun ən rahat yolu ortadakı hədd, yəni o x, y-i elə iki həddin cəmi şəklində göstərməliyik ki, biz onları vuruqlara ayıranda mötərizənin içində aldığımız ifadələr bir-birinə bərabər olsun. Yəni buradakı necə almışıq? İki ifadə, bunlar bir-birinə bərabərdirlər. Deməli, burada mənfi x, y, mənfi 5x, y, üstə gəlsin 4x, y şəklində yaza bilərik. Daha sonra bunları vuruqlara ayırarıq. 4x kvadratı ilə 4x, y bir qruplaşdırarıq. Mənfi 5x, y ilə mənfi 5y kvadratını bir qruplaşdırarıq. Daha sonra ortaq vuruqları çıxardarıq və burada görürük ki, mötərizənin içindəki ifadələr eynidir. Daha sonra yenidən qruplaşdırarıq və hasil bilirik ki, nə vaxt 0 olur? Vuruqlardan biri və yaxud da hər biri 0 olmalıdır. Ayrı-ayrılıqda vuruqları 0-a bərabər edirik. Burada x-i mənfi y-dən fərqli alırıq. Digər tərəfdə isə x-i 5, y-i də 4 tapırıq. Və biz burada A ilə B-nin qiymətlərini də gətirib onları yerinə qoyuruq. A 15-dir, B isə 12-dir. AB cəmini tapmaq tələb olunurdu. AB cəm isə 27 olar. Əgər bu tipdə sualların izahının gəlməsini istəyirsinizsə, videoları bəyənməyi və kanala abunə olmağı unutmayın.